Bismillahirrahmanirrahim ve bihi nesta'in ve hayrun nasiri ve mu'in. Kâlellâhul hakim fi kitabihil kerim. Kullu nefsin zâigatul mevt sümme ileyna turcaun. Sadakallahul aliyyul azim. Keçən bəslərimizdə sadalamışdım sizə ki, Peyğəmbər buyurdu ki, sizin dualarınızın qəbul olunmama səbəbi buydu ki, 10 dənə şey var idi ki, səbəb olmuşdu ki, siz onları icra eləmədiyinizə görə, onları əməl eləmədiyinizə qəlbiniz ölüb. Onların birincisi buydu ki, Allah'ı tanıdınız, amma Allah'ın haqqını əda eləmədiniz, ona itaət eləmədiniz. Qur'anı oxudunuz, amma Qur'ana əməl eləmədiniz. Üçüncüsü, Peyğəmbərin məhəbbətim var qəlbinizdə deyirsiniz, adına salavat göndərirsiniz, amma övladları ilə düşmənçilik eləyirsiniz. Dördüncüsü bu idi ki, şeytanla düşmənçilik eləyirsiniz, amma əməllərdə şeytanla bir yerdəsiniz. Beşincisi, iddia eləyirsiniz ki, biz cənnəti arzusundayıq, cənnətə əməl axtarırıq, amma cənnət üçün heç bir əməl eləmirsiniz. Altıncı şey ki, səbəb olub qəlbiniz ölüb, cəmaatın eybi ilə məşğulsuz, amma öz eyiblərinizdən xəbəriniz yoxdur. Yeddinci şey ki, doğrudan səbəb olar ki, sizin qəlbiniz ölər, buyurur ki, İddəyitə məxafətən nar və rəməytum əbdanəkum fiha. İddia eləyirsiniz, cəhənnəmdən qaçırıq, amma bədənlərinizi cəhənnəmdə yanmağa hazırlayırsınız. Yəni, cəhənnəmə aid olan dünyada bütün əməlləri icra eləyirsiniz. Və saminətü iddəytum bə'də dünya və cəmə'tumuha. İddia eləyirsiniz, dünya ilə düşmənik, dünyadan uzağıq, amma bütün elədikləriniz hamısı dünya məhəbbəti ilə qəlbinizi doldurmuşsunuz. Şair gözəl bir misra buyurub ki, mənim balam bu dünya ilə oynama, sən cavansan, dünya qoca dünyadır. Ömrə günə etibar yox əzəldən, bir də dönüb yarpaq olmaz xəzəldən. Beşiyindən bizə tabut düzəldən, bələyindən kəfən biçən dünyadır. Bu dünyanın mahiyyəti budur. Səndən qabaqçıları necə yola salıb, səni də o cür yola salacaq. Bir gün İsa Peyğəmbər deyir, səhabələri ilə gedirdi, gördü bir dənə xanım oturub yolun kənarında, çadıra atıb başına, çadırası güllüdür, əlləri də hənalıdır. Salam elədi ki, sən kimsən? Dedi, mən dünyayam. Təmsil eləyir bunu şair burada. Buyurur ki, bəs bu əlün hənası nədir? Niyə bu çadıra, qırmızı güllü çadıra atmışsan? Dedi, bu çadıra budur ki, mənim adım dünyadır. Bütün dünyaya gələn insanlar hamısı mənlə məhəbbət, sevgi, eşq elan edib, evlənək biz səndən, mən də hamısını qəbul eləmişəm, bağrıma basmışam, əllərim hənalıdır, amma hələ bu vaxta qədər bir dənə şəxs mənə yaxınlıq eləməyib. Baxın, atanı öldürmüşəm, oğul deyib səndən evlənirəm. Oğulu öldürmüşəm, nəvə deyir. Bütün dünyaya gələn insanların hamısı mənə eşq elan edib, amma bugünkü günə qədər heç kəsi mən özümdə saxlamamışam. Bu dünyanın məhəbbəti budur. Dünyanın vəfası budur ki, yığdıqlarında hamısı qalacaq dünyaya, səndən də o dünyada ondan hesab soracaqlar səndən. 9-cu iki şey ki var ki, səbəb olar, siz ona əməl eləmədiyinizə görə qəlbiniz ölər. İqrartum bil maut fələm təstəidu biha. Ya fələm təstəidu ləha. İddia eləyirsiniz. Baxın, diqqətlə qulaq asın. İddia eləyirsiniz ölümün olmalığın, amma ölüm üçün heç bir tədarük görmürsünüz. Ölüm üçün heç bir hazırlıq görmürsünüz. Ölümdən sonra bizə nə lazım olacaq, bizdən nə soruşacaqlar, onların barəsində heç bir şey biz icra eləmirik, görmürük. Baxın, adam biraz diqqət eləsə, hər bir insan bunu ən azından təcrübə olaraq görür ki, qəbrə ki, insanı qoydular, qəbirdə bir nəfər məhrəmlərindən düşür onun yanına, qolların çarpaz olaraq belə qoyur onun çiyninə tərpədir. Bütün dünyada biz bunları bilməsək, orada nə qədər bunu qoşsun, tərpətsün də xeyri yoxdur. Nə deyir orada? Oradakı yuxarıda təlqin oxuyanda deyirsən ki, indi biz səndən aralanacaq, səndən gələcəklər, sorğu-sual eləyəcəklər, ən Rəbbik, ən dinik, ən kitabik, ən qiblətik, səndən Allahın barəsində soruşacaqlar, Rəbbin kimdir, Peyğəmbərin kimdir, dinin nədir, kitabın nədir, imamın kimdir? Orada İşte molla deyir ki, la təhsən və la təxaf, qorxma,
qəm qüssə yemə, qul fi cavabihima, de onların cavabında, Allahu Cəllə Cəlalu Rəbbi, mənim cəlal sahibi olan Allah mənim Rəbbimdir. Mən dünyada bu Allahı tanımamışamsa, bunun cəlal sahibi olmalığını bilməmişəmsə, orada mənim necə yadıma düşəcək? Ha tərpəssün mənim Allah. Mən bilməsəm ki, mənim dinim İslam dinidir, mənim kitabım Qur'andır, mənim peyğəmbərim, imamlarım kimdir, bunları bilməsəm, tanımasam, orada mənim o mollanın tərpətməkliyi mənə fayda verməyəcək. Diqqət eləyəyim, o ki, Qur'an buyurur ki, kullu nəfsin zaiqətul maut, bütün insanlar ölümü dadacaq, dadmaqlıq budur ki, baxın, dadmaqlıq deməli, sən ölməyəcəksən, fani olmayacaqsan, yox olmayacaqsan, sən onun dadına baxacaqsan ölümün. Necə olur onun dadı, o ölüm necə olacaq, sən deyir, onu dadacaqsan. Bu ölüm üçün ki, iddia edirsiniz, amma ora onun üçün heç bir hazırlıq görmürsünüz. Ona görə sizin qəlbiniz ölübdür və doz müstəzəb deyil. Vəl-aşiru dəfəntum məvtakum fələmmə tə'təbiru bih ya fələm tə'təbiru bihim. 10-cu şey ki, səbəb olub sizin qəlbiniz ölüb, ölənlərinizi dəfn edirsiniz, qəbrə qoyursunuz, amma ondan ibrət götürmürsünüz. Baxın, ma min yevmin cədidin illa vel arzu tuxatibukə və təqulu yəbnə Adəmə təmşi alə zəhri və məsirukə fi bətni. Hər gün deyir, torpaq, qəbir sənə xitab eləyər. Ey Adəm övladı, ey insan, hər gün gəzirsən mənim üstümdə, tez olar hansı bir zaman olacaq ki, gəlib daxil olacaqsan mənim bətnimə. Qəbir xitab eləyər, ənə beytün vəhdəti və ənə beytün vəhşəti və ənə beytün zulməti fə'murni və la tuxərribəni. Bax, qəbirin xitabına bax. Dey, ey insan, ey mənim sahibim, mən tək bir evəm, mən qaranlıq bir evəm, mən ilanlı əqrəbli bir evəm, məni təmir eləginən xaraba qoyma məni. Nə ilə təmir edəcəksən sən qəbri? Daşla, betonla, xeyr, əməlləri ilə. Elə ki, qoydular qəbrə, o xofinak olan qəbrə çıraq olan namazidir, sənə qalan namazidir. O qaranlıq evi işıqlandıran sənin namazındır. Əgər yoxunsa, vay olsun sənin halva. Sən neyniyəcəksən orada? Onu nə ilə işıqlandıracaqsan o evi? Mənim əzizlərim, bu eşitdiklərimiz şeylər ki var ki, çalışağın, özümüzü məcbur eləyəyin, bu eşitdiklərimizə əməl eləyək, nəticə etibarı ilə bizim də dualarımız müstəcab olsun. Allah bizi çağıraq və Allah bizim səsimizi, sədamızı eşitsin. Vəsselamu aleykum və rəhmətullahi və bərəkatuh.